Salam dəyərli izləyicilər, yeni də 6-cı sinif rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyindəki tapşırıqların izahından dərslərimizə davam edirik. Artıq 95-ci səhifədəyik. Bugün çox maraqlı bir mətnimiz var. Dinləmə mətni Alexander Bell dünyada ən bahalı patent sahibi dinləmə mətnidir. İlk öncə dinləmə mətnini mən oxuyuram, dinləyirik və sonradan tapşırıqlarımızı yerinə yetiririk. Belə. Alexander Bell dünyada ən bahalı patentin sahibi. Alexander Bell 1847-ci ildə Şotlandiyanın paytaxtı Edinburgh şəhərində professor Alexander Melville Bell və Eliza Greyser'in ailəsində anadan olub. Bellin atası eşitmə qüsurlu insanların danışa bilməsi üçün elmi araşdırmalarla məşğul idi. Maraqlıdır ki, Bell öz sözü ingilis dilində səs zəng deməkdir. Uşaqlıqdan çox istedadlı olan Bellin ilk ixtirası elektrik fortepianosu idi. Bu fortepiano elektrik siqnalları vasitəsilə musiqi notlarını ötürərək səs yaradırdı. Bell 12 yaşında olarkən anası tədricən eşitmə qabiliyyətini itirmişdi. Anasının vəziyyətindən təsirlənən Bell işarət dilini öyrənmişdi. Atasının davamçısı kimi o, eşitmə qüsurları mövzusunda tədqiqat aparırdı. Təhsilini bitirdikdən sonra Bell, ABŞ-ın Boston şəhərinə eşitmə qüsurlu insanlar üçün dil müəllimləri hazırlayan məktəb açmışdı şəhərində. O, zəif eşidən insanlara dərs deməklə bərabər daim səslə bağlı eksperimentlər aparır. Məhz həmin dövrdə, yəni 1874-cü ildə Bell telefonun nəzəriyyəsini işləyib hazırladı. 1875-ci ildə Bell səsin elektrik naqilləri ilə ötürülməsini kəşf etdi, ancaq səs anlaşılmırdı. Bir gün Bell emalatxanasında sınaqlarını davam etdirirdi. Qonşu otaqdan köməkçisi Watsonu çağırdı. Mr. Watson, bura gəlin. Siz mənə lazımsınız. Watson telefondan onun səsini eşitdi. Beləliklə, bu cümlə dünya tarixində telefonda ötürülən ilk ifadə oldu. 1876-cı ildə telefonun patentini alan Bell bu texnologiyanın əsasını qoymaqla kommunikasiya dünyasında inqilab yaratdı. Patent nömrəsi 174.465 olan bu sənəd, daha doğrusu 174.465 olan bu sənəd telefonun ilkin versiyası üçün verilmişdi və Bellin adını telefon ixtiraçısı kimi əbədiləşdirmişdi. Bellin patentinin əfsanəvi edən yalnız onun dəyəri deyil, həm də onun sahibinə gətirdiyi uğur idi. Bell bu ixtira üzərində intensiv çalışmağa başladı və tezliklə Bell Telefon Company şirkətini qurdu. Bellin telefon texnologiyası qısa müddətdə geniş yayıldı və çox böyük tələbat yaratdı. Böyük şirkətlər bu texnologiyanı almaq üçün milyonlarla dollar təklif edirdilər. Amma Bell bu təklifləri rədd etdi. Bu düzgün qərar idi. Çünki Bell, onun ailəsi və tərəfdaşları bu patentdən 10 illiklər boyu gəlir əldə etdilər. Bellin şirkəti uzun müddət telekommunikasiya sayəsində liderliyini qoruyub saxladı. Bugün də telefonun ixtirasına görə Bellin sahib olduğu patent dünyada ən bahalı patentlərdən biri sayılır. Bell ömrünün sonuna qədər elmlə məşğul olmuş, ixtiralarında qazandıqlarını eşitmə qüsurunun müalicəsi üsullarının tapılması üçün sərf etmişdi. Deyilənə görə onun vəfat günü 1922-ci il avqustun 2-də dünyanın bütün telefonları xatirəsini anmaq üçün 1 dəqiqəlik söndürülübdür. Dinləmə mətnimizlə tanış olduq və gəlin suallarımıza cavab verək. Deməli, şərti oxuyaq. Alexander Bell dünyada ən bahalı patent sahibi mətnini dinləyin və suallara cavab verin. Bellin ilk ixtirası nə olubdur?
dinlədiyimiz kimi də Bellin ilk ixtirası elektrik fortepianosu olmuşdu. Bellin həyatındakı hansı amillər onu telefon ixtirasına gətirib çıxartdı? Onun anasının eşitməməsi, Bellin eşitmə qüsurlu insanlara dərs keçməsi və səslə bağlı tədqiqatlar aparması onun ixtirasına gətirib çıxartmışdı. Üçüncü, Bell neçənci ildə telefonunun ixtirası üçün patent aldı. Mətndə də oxuduğumuz gördük ki, 1876-cı ildə o patentini, ixtira üçün patenti aldı. Sizcə nə üçün Bell böyük şirkətlərin təkliflərindən imtina etdi? Maraqlı sualdır. Burada öz yanaşmanızı da deyə bilərsiniz. Mən belə deyərdim ki, Bell, onun ailəsi və tərəfdaşları patentdən 10 illiklər boyu böyük gəlir əldə etdilər. Çünki bu daha sərfəli üsul olduğuna görə belə əsaslandıra bilərik. B tapşırığında sizcə ixtiranı patentləşdirmək nə üçün vacibdir? İstənilən bir ixtiranı patentləşdirmək başqalarının icazəsi olmadan, yəni daha doğrusu başqaları icazəsiz olaraq kiminsə ixtiralarından istifadə edə bilməz. Və ya patent sahibi, məsələn, kimsə tutaq ki, bir şey ixtira etmişdi və onun adını özünə, öz ixtirasını daha doğrusu belə deyək də qoruma imkanı olur. Onu müdafiə edə bilir. Patent öz sahibinə ixtiradan gəlir əldə etmə imkanı verir. Sonra patentləşdirilmiş məhsul və ya texnologiya başqaları tərəfindən təkrarlana bilməz. Yəni eyni şey iki nəfər tərəfindən patentləşdirilmir. İlk olaraq kim onu patentləşdirirsə, onun adında da patentləşmiş olur. C tapşırığında teleqrafın və telefonun ixtirasında mühüm rol oynamış şəxsləri müqayisə edin. Deməli, rabitə vasitələrinin inkişafında bu şəxslərin rolunu, xarakter və fəaliyyətlərindəki oxşar və fərqli cəhətləri müəyyən edin. Bu ixtiralarda patentin rolu haqqında danışın. Deməli, teleqraf mətni var və telefon. Teleqrafda Samuel Morse ilə Alfred Vail idi. Telefonda isə Antonio Meucci ilə Alexander Bell arasında belə bir rəqabət deyək də vardır, yəni ixtiranın patentləşmə söhbətində. Burada belə bir belə nəticəyə gələ bilərik ki, teleqraf və telefonun rabitənin inkişafında böyük rolu olub. Morse ilə Vail, Meucci ilə Bell. Deməli, burada Vail ilə Meucci'nin fəaliyyəti arxa planda qalmışdır. Morse ilə deməli Alexander Bell'in adları isə daha çox məşhurlaşmış və patentləşmişdir. Deməli, Vail və Morse arasında əməkdaşlıq olmuşdu. Meucci ilə Bell arasında isə fəaliyyət, onlar isə ayrı-ayrılıqda fəaliyyət göstərmişlər. Yəni, bizdə Morse ilə yadınızdadır, Vail razılaşıb bir yerdə fəaliyyət göstərmişlər teleqraf sahəsində. Lakin telefonda Meucci ilə Bell arasında çox fərq var idi. Yəni, onlar ayrı-ayrılıqda, ayrı yaş fərqləri də vardı və ayrı-ayrılıqda fəaliyyət göstərmişlər. Patent Morse və Bell'ə gəlir gətirir, şöhrət qazandırır. Vail patent müəllifi olmur və Meucci isə pulu olmadığı üçün, deməli, pulu olmadığı üçün patent sahibi ola bilmir. Deməli, ixtiralarında patentin rolu böyükdür. Patent imkanı verir ki, bir müddət üçün, məsələn, 20 il, 30 il ixtiralarının hüquqi cəhətdən qoruya bilsin. Bu hüquqi ixtiranın istifadə olunmasını, istehsalının və satılmasının yalnız sahibinin icazəsi ilə həyata keçirməyə imkan verir. Patent hüquqları ixtiraçılara öz ideyalarından pul qazanmağa imkan verir. Yəni, burada belə deyək, fikirlərinizi əsaslandırmaq üçün mən sizə müəyyən qədər məlumat verdim, istiqamət verdim və öz sözlərinizlə də C tapşırığını belə deyək, öz sözlərinizlə də öz fikirlərinizi ifadə edə bilərsiniz. C tapşırığında nədir? Təxəyyülünüzə uyğun olaraq Antonio Meucci, Alexander Bell'ə qarşı məhkəmə prosesini səhnələşdirin, rolları aranızda bölüşdürün. Məsələn, hakim, iddiaçı, müttəhim, vəkillər, şahidlər və s. Bu səhnələşmə də çox düşünürəm ki, gözəl bir ssenari hazırlayır, gözəl bir səhnələşdirmə edə bilərsiniz. Bugünlük dinləmə mətnimiz bu qədər. Növbəti dərs izahlarında görüşərik. Sağ olun.